Ürəklərim, axşamınız xeyir olsun. İndicə gəldim Valbirisdən, bura bankalar aldım, yəni belə bankalar. İnşallah sizə göstərim də, kələm eləyərəm. İçində bibərin turşusunu eləyərəm. İçində kələm olur. Bax, belə göyərtisiz adı, petruşka, sarımsağı. Onu da bilirəm, dedim, onu da eləyim. Sirkə badımcanım da var, mürəbbələrim də var satmağa. Ən əsası. Niyə mənə demirdiniz ki, deməmiş Valbirisdən göndərmək olur mənə şirniyyatlarımı? Mənə niyə demirdiniz ki onu? Nə olardı ki, mən ona deyə, anca yaxşıdırlar, bəziləri söyürlər məni. Ay bacılar, indicə qızdan soruşuram. Deyirəm, девушка, можно у вас отправить это через Валберис свой сладости, да? Орешки, трубочки, пахлаву, булочки, deyir, da, можно. Onda belə eləyək ki, mənə lazımdır sizin adresiniz, Valberisin adresi. Adresinizi yollayırsınız. Dəqiq bir dəfə də gedirəm aşağıdan Valberisdən soruşuram. Bu adresə, bu yerə neçə günə gedər, çatar. Hamısını sizə dəqiq deyirəm. Razı olsa sizə bişirim, çerez Valberis göndərim. Ay Allah, elə sevinirəm. Biraz da zakazım çox olar. Hələ videomun altından yazasınız, bilirdiniz mənə demədiniz, yoxsa mənə demişdiniz, mən oxumamışam. Çünki mən bilmirdim, indi öyrənmişəm. Ay Allah, o qədər sevinirəm, nə qədər zakazım olsa, o qədər yaxşıdır. Mürəbbələr, sirkə badımcan, hamısını, ərik mürəbbəsini satıram. Mən sevindirin də, alın məndən, nə olar? Bəs mən ipotekami necə verim? Görürsünüz, daha kart qoymuram. İstəmirəm. Mənə belə kömək eləyin də, həm zakaz eləyin, həm də alın məndən. Öpürəm sizi. Videomu bəyənib, takip edin, hamı görsün bu.